Salam dəyərli izləyicilərim. Mən qurban ətindən biraz qalmışdı, onu buğlama hazırladım. Əvvəlcə altdan əti düzdüm. Üzərinə bir qat soğan, bir qat bibər, bir qat pomidor, bir qat da kartof düzdüm. Duz, istiot da zövqə görə. Üzərinə keşniş, reyhan doğrayıb üzərinə bişməyə qoydum. Demək olar kartofla, ətlə birlikdə. Ət də çox qəşəng bişib, yumuşaq. Həm beləcə çox dadlı olur. Bir-iki dənə də alça atmışdım qazanın içinə. Biraz da yağ. Duz, istiot da zövqə görə. Çox dadlı və ləzzətli olur. Bişirən, hazırlayan hər kəsə nuş olsun, afiyət, bal şəkər olsun. Like atmağı, abunə olmağı da unutmayın, əziz izləyicilərim.